aşağı nəzərə alınmayan bloklarla qurulan şəkildəki sistem tarazlıqdadır. F1, F2 qüvvələrinin nisbətini məndən soruşur. Gəl baxaq. Biz bilirik ki, eyni ipdə eyni gərilmə var. Burada F1-dirsə, bax, buradakı gərilmə də olacaq F1. Və F1 nəyi tarazlaşdırır? P-ni tarazlaşdırır. F1-i tapdıq. İndi baxaq F2-yə. Eyni ipdə eyni gərilmə olduğundan burada da F2 olacaq. Onda bax, bu aşağıdakı ipə nə düşür? 2F2 düşür. Və 2F2 nəyi tarazlaşdırır? P-ni tarazlaşdırır. Onda F2-ni tapsaq nə olur? P bölünsün 2 olur. İndi F1 bölü F2-ni soruşur. Yəni P bölünsün 2 də qalxır yuxarı. Cavab da olur 2, cavab D variantı. Sürtünməsi və ağırlığı önəmsənməyən makaralarla qurulan şəkildəki sistem tarazlıqdadır. P ağırlığı neçə newtondur? Baxın, burada bu cismin ağırlığı bizə verilib 50. Və iplərə də bərabər, bax, bu ağırlıq bərabər şəkildə bölünür. 25 bura, 25 bura. Yəni, hər ipdə 25 gərilmə. Eyni ipdə eyni gərilmə olduğundan burada da olacaq 25. 25 nəyi tarazlaşdırır? P-ni tarazlaşdırır. Onda buradan P-ni tapırıq ki, neçə olur? 25 newton olur. Cavab A variantı. Ağırlığı və sürtünməsi önəmsənməyən bloklarla qurulan şəkildəki sistem tarazlıqdadır. F qüvvəsi məndən soruşur. Baxın, eyni ipdə eyni gərilmə olduğundan burada da F-dir. Onda bax, bu aşağı nə düşür? 2 dənə F düşür. Eyni ipdə eyni gərilmə olduğundan burada 2F-dir. Bax, onda bura nə düşür? Bax, bu bloku 2 dənə ip saxlayır. 2F, 2F. Onda bura olacaq 4F. Və 4F nəyi tarazlaşdırır? 80 newtonu. Buradan F tapıram neçə eləyir? 20 newton edir. Cavab B variantı. Sürtünmələrin və makara ağırlıqlarının ihmal edildiyi şəkildə sistem tarazlıqdadır. Cismin ağırlığı neçə P-dir? Bax, burada bir P ağırlıq var. Bax, bu ipdə də bir P ağırlığı var. Eyni ipdə eyni gərilmə olduğundan burada da P ağırlığı var. Burada da P ağırlığı var və burada da P ağırlığı var. Bu sarı rəngdə X cismini neçə dənə ip saxlayır? 1. Burada bax, məsələn, 2P düşür də. Bura P-dir, onda aşağı 2P düşür. Bax, bunu 2 dənə ip saxlayır. P və 2P, yəni cəmi ümumi P üstəgələ 2P, yəni 3P-lik ağırlıq saxlayır. Onda cavab olur C variantı. Sürtünmələrin və makara ağırlıqlarının ihmal edildiyi şəkildəki sistem tarazlıqdadır. T gərilməsinin böyüklüyü. Baxın, bura F-dirsə eyni gərilmə olduğundan burada olacaq F. Onda bax, bura nə olacaq? 2F olacaq. Eyni ipdə eyni gərilmə olduğundan burada 2F-dir. Burada 2F-dir. Bəs bura, bax, bu ipi yuxarı 2 dənə 2F saxlayır. Onda bura olacaq 4F. Onda ki, baxaq. Bax, bu P ağırlıqlı cismi 2 dənə ip saxlayır. 4F və F-lik deməli ip saxlayır. Onda nə olacaq? 5F olacaq. Mənim P-mi tapdım ki, 5F-dir. Gəlin, baxaq, bəs bu T gərilmə neçəyə bərabərdir? Baxırıq ki, bax, bu bloku neçədən ip saxlayır? 1, 2, 3 dənə ip saxlayır. Gəlin, baxaq, 2F, 2F və 2F, yəni 6F-lik bir qüvvə saxlayır. Onda məndən T gərilməsinin neçə P olduğunu soruşur. Tərəf-tərəfə bölürəm. T-ni bölürəm P-yə. T nəyə bərabərdir? 6F-ə bərabərdir. P nəyə bərabərdir? 5F-ə bərabərdir. F-lərim ixtisar getdi. T-ni tapanda nə olur? 6, P bölünsün 5, yəni 5-də 6 cavab olur B variantı. Ağırlığı P olan cisimlər F1, F2, F3, F4 qüvvələri ilə tarazlıqdadır. Makaraların, yəni blokların ağırlıqları və sürtünmələri nəzərə alınmadığına görə hansı qüvvələr bir-birinə bərabərdir? Bax, bunu məndən soruşur ki, baxaq. F1 eyni ipdə eyni gərilmə olduğuna burada F1-dir, burada F1-dir. Onda bax, bu ipi nə saxlayır? 2 dənə ip saxlayır. İkisi də F1 olduğuna görə olacaq 2F1. Burada yazırıq 2F1 nəyə bərabərdir? P-yə. Buradan F1-i tapıram nədir? P bölünsün 2-dir. F1-i tapdım. İndi keçək digərlərinə. F2 eyni ipdə eyni gərilmə olduğundan bura olacaq 2F2. Eyni ipdə eyni gərilmə olduğundan burada 2F2-dir. Onda baxın, bu P cismini nə saxlayır? Deməli, 2F2 və F2, yəni 3F2 saxlayır. 3F2 də nəyə bərabərdir? P-yə. Buradan F2-ni tapıram. P bölünsün 3-dür. İndi baxaq bu birisinə. F3 daha doğrusu, bu ipdə eyni ipdə eyni gərilmə olduğundan bu ipdə də F3 gərilməsi olacaq. F3. Onda bax, bura nə olur? Bu bloku 2 dənə F3 saxlayır. Onda bura olacaq 2F3. Onda 2F3 nəyə bərabərdir? P-yə. Buradan F3-ü tapıram. Nəyi verir mənə? P bölü 2-ni verir. İndi baxaq dördüncüyə. F4 eyni ipdə eyni gərilmə olduğundan burada F4-dür. Onda buranı nə saxlayır? 2 dənə F4 saxlayır.
Eyni ipdə eyni gərilmə olduğundan burada F4'dür, burada F4'dür. Bu ipə nə düşür? 2F4 düşür. Düzdürmü? Onda baxın bu P ağırlıqlı cismi nə saxlayır? 2F4 və 2F4, yəni 4F4 saxlayır. 4F4 nəyə bərabərdir? P-yə. Buradan F4'ü tapıram, P bölünsün 4. Mənə şərtdə nə demişdi? Hansı qüvvələr bir-birinə eşitdir? Birinci və üçüncüyə baxın, P bölü 2'dir. Elə 1 ilə 3 bir-birinə bərabərdir. Baxaq, 7-yə. Şəkildə. Sürtünməsiz makaraların hər biri 10 Newton ağırlığındadır. Düzənək dəngin olduğuna görə P ağırlığı neçə Newtondur? Baxın, burada 40 Newton cismin ağırlığı var. Bu ipdə də gəlirik, 40 Newtonluq bir gərilmə var. Eyni ipdə eyni gərilmə olduğundan burada da 40 Newton var. Baxın. Səliqəli yazın. Burada da 40 Newton, burada da 40 Newton. Məndən bax bu ipdəki gərilməni soruşsaydı, baxın bu tərpənməz blokda P var da, həm də ağırlığı P-dir. Onda P-ni nəzərə alardım. Amma məndən ehtiyac yoxdur da, yəni məndən T gərilməni soruşmur axı. Ona görə, yəni onun ağırlığını nəzərə almıram. Eyni ipdə eyni gərilmə olduğundan, burada olur 40. Bir də aşağıya doğru nə var? Bir dənə 10 Newtonluq, deməli, blokun ağırlığı var. Onda bu P-ni nə saxlayır? Bax, bu buradakı gərilmə nəyə bərabər olacaq? Onu tapmalıyam. Yuxarıya doğru 2 dənə 40 var, aşağıya doğru bir dənə 10 var. Onda bax bu ipdəki gərilmə nəyə bərabər olacaq? 40 üstə gələk 40, 80 çıxılsın 10 bərabərdir 70-ə. 70. Həqiqətən də 70, 10, 80 verir. Yuxarıda da 40, 40, 80 verir. Onda mən tapdım ki, P ağırlığı 70 Newtondur. Baxaq. Deməli, P ağırlıqlı sürtünməsiz makaralarla qurulan şəkildəki düzənək dəngədədir. İpdəki gərilmə qüvvəsinin böyüklüyü 3P olduğuna görə X cisminin ağırlığı neçə P'dir? Eyni ipdə eyni gərilmə olduğundan burada olacaq 3P. Bir də aşağıya doğru blokun özünün ağırlığı var. Onda bu ipdəki gərilmə nə olacaq? Yuxarıya doğru 3P, 3P, aşağıya doğru P. Yəni 6P çıx. P burada olacaq 5P'lik bir gərilmə. İndi gəl baxaq. Burada bir 3P var. Bir də aşağıya doğru blokun özünün bir P'si var. Deməli, aşağıya P, 3P. Onda neçə eləyir? 4P eləyir. Burada da 2 dənə ip var. Onda hər ipə nə qədər gərilmə düşəcək? 2P'lik gərilmə düşəcək. 2P, 2P. Eyni ipdə eyni gərilmə olduğundan burada da olacaq 2P. İndi məndən bu X cisminin ağırlığını soruşur. X cismini nə saxlayır? Burada bir 2P saxlayır. Burada bir 5P'lik gərilməyə malik ip saxlayır. Onda 2P üstə gələk. 5P'dən olur 7P. Cavab olur D variantı. Gəl 9-a baxaq. Ağırlığı P olan sürtünməsiz makaralarla qurulan şəkildəki sistem tarazlıqdadır. Buna görə X cisminin ağırlığı. Bax, burada 2P-dirsə, ağırlığı da P-dir. Eyni ipdə eyni gərilmə olduğundan burada da bir 2P'lik gərilmə yaranır. Yenə deyirəm, mən burada da 2P var, hə. Bax, bu ipi tapdıq. İndi baxaq. Bax, mənim buradakı T gərilməni tapmaq üçün aşağıya doğru da bir P'miz var da, düzdürmü? Artıq blokun çəkisini nəzərə alacam, ağırlığını nəzərə alacam. Aşağıya doğru 2P, 2P və P var. Deməli, yuxarıdakı gərilmə nə olacaq? 5P'dir. Eyni ipdə eyni gərilmə olduğundan burada 5P'dir, burada 5P'dir. Yazaq. 5P, 5P. İndi aşağıya doğru bir dənə P çəkisi var. Blokun onda bu ipdəki gərilmə nə olacaq? Yuxarıya doğru 5P, 5P. Yəni 10P, aşağıya doğru da bir də P. Onda burada nə olacaq? Burada olacaq 9P. Gəlirəm, burada da 9P. İndi aşağıya doğru blokun P'si var. Yuxarıya doğru 9P, 9P. Yəni 18P. Aşağıya doğru bir dənə də P. Onda 18P'dən çıxıram. P'nin nə qalır? 17P qalır. Bu X cisminin ağırlığı da olacaq 17P. Deməli, sürtünməsi önəmsiz makaralarla qurulan düzənək sistem tarazlıqdadır. A makarasının ağırlığı nə qədərdir? Aha, makaranın ağırlığı məndən soruşur. Eyni ipdə eyni gərilmə olduğundan burada bir 2P'lik gərilmə varsa, burada da 2P'lik gərilmə var. Eyni ipdə eyni gərilmə olduğundan burada da və burada da 2P'lik gərilmə var. Necə baxaq? Bax, buradakı gərilməni mən tapmalıyam. Amma eyni zamanda mən bu PA, yəni A blokunun çəkisini bilmirəm. Onda nə edəcəm?
Deməli, bax bu bloku, bax bu bloku nə saxlayır yuxarıda? 2P, 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 yəni 6P'lik gəlmə saxlayır. 6P'lik gəlmə saxlayır. Bir də aşağıya doğru nə var? PA var. Aşağıya doğru bir PA var. Bu nəyə bərabərdir? P'yə bərabərdir. Buradan PA-nı tapırıq. Nə qədər eləyir? 5P eləyir. Cavab olur C variantı. Deməli, bax bu iş, deməli, PA 5P'dir. Düzdürmü? Burada da bir P gəlmə yaranır. Onda bax burada gəlmə nəyə bərabər olur? P'yə bərabər olur. Bax yuxarıya doğru 2P, 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 yəni 6P saxlayır. Aşağıda da bir dənə P var. Düzdürmü? Onda PA 5P'dir ki, burada bir P'lik nəzərə alınmayan bloklarla qurulan sistem tarazlıqdadır. Buna görə 3 dənə şərt verib deyir hansı düzgündür. Baxaq belə, F1 və F2 qüvvələri bərabərdir. Baxaq, F1 eyni-bir eyni gəlmə olduğundan burada F1'dir. Onda F1 nəyə bərabərdir? P'yə bərabərdir. İndi baxaq F2'yə. Eyni-bir eyni gəlmə olduğundan burada olacaq F2. Onda F2 də nəyə bərabər olur? P'yə bərabər olur. Həqiqətən də 1 və 2 qüvvələr bərabərdir. İndi deyir gəlmə qüvvələri bərabərdir. İndi baxaq, bax bu T1 gəlməsi aşağıya doğru F1, F1. Onda buradakı gəlmə nəyə bərabər olacaq? 2 F1'ə. İndi baxaq bura. Deməli, bura P'dir. Dedik ki, F2 də P'yə bərabərdir. Onda aşağıya doğru bir P'dir. F2 P'yə bərabər oldu. Elə burada bir dənə P'dir. Onda bunların əvəzləyicisini tapsaq tam mərkəzdən aşağı bax belə. Bax, bura nəyə bərabər olacaq? Pifagorla tapsaq kökdə 2P'yə bərabər olacaq. Və T2 də kökdə 2P'ni tarazlaşdırır da, düzdür. Onda T2 nəyə bərabər olur? Kökdə 2P'yə bərabər olur. T1 nəyə bərabər olur? 2F. T1 də nəyə bərabərdir? 2F1'ə bərabərdir. Ona görə də qiymətləri bərabər deyil. T1 T2'dən böyükdür. Bəli, cavab 1-3 variantı. Deməli, 12. Şəkildəki sistemin ağırlığı P olan sürtünməsi makarlarla qurulmuşdur. Sərbəst buraxanda hansılar tarazlıqda qalacaq? Burada bir P ağırlığı var. Eyni-bir eyni gəlim olduğundan burada da bir P ağırlığı var. Burada da və burada da bir P ağırlığı var. Gəlin yazaq. P. Və makaranın özünün ağırlığı da 2P'dir. Daha doğrusu P'dir. Aşağıya doğru bir P'dir. İndi baxaq. Yuxarıya doğru P. Bax bu bloku. Nə saxlayır? Yuxarıya doğru P, yəni 3P saxlayır. Bir dənə də aşağıya doğru P'miz var. Onda bax bu ipdəki gəlmə nə olacaq? 3P çıx P olacaq 2P. Həqiqətən də aşağıya 2P, yuxarıya 2P. Yəni 2P, 2P'ni tarazlaşdırır. Ona görə də nə olur? Birinci sistem tarazlıqda qalır. İndi baxaq 2-yə. Burada bir 3P'lik ağırlıqlı cisim var. Eyni-bir eyni gəlim olduğundan burada da 3P, burada da 3P'lik gərilmə yaranır. Aşağıya doğru da bir P'miz var, düzdürmü? Onda bax, bu ipdəki gərilmə nə olacaq? Yuxarıya doğru 3P, yəni 6P, aşağıya doğru P. Bir-birindən çıxırıq. 3P çıx, 3P üstə gələ 3P, 6P, P'ni çıxırıq olur 5P. Deməli, bu cismin ağırlığı 6P'dir, amma ipdəki gərilmə 5P'dir. Ona görə bu cisim nə olmur? Tarazlıqda qalmır. İndi gəl baxaq. Bax, üçüncü şəkilə. Düzdürmü? Bax, burada bir 3P'lik gəlmə var. Eyni-bir eyni gəlmə olduğundan burada da bir 3P'lik gəlmə var. Onda aşağıya doğru da bir nəyimiz var? P'miz var. Onda bax bu iplərdəki gəlmə nə olmalıdır ki, yuxarıdakı 3P'ni tarazlaşdırsın. Burada bir P, burada da bir P olmalıdır. Eyni-bir eyni gəlmə olduğundan burada da bir P'dir. Sonra bax bu makaranın özünün də ağırlığı bir P'dir. Düzdürmü? Yuxarıya doğru P, 2P, aşağıya doğru P. Onda bax bu ipdəki gəlmə nə olacaq? P olacaq. Həqiqətən də P'ni tarazlaşdırır. Ona görə bu da tarazlaşır, cavab olur D variantı. Və ağırlığı nəzərə alınmayan bloklarla qurulan sistem tarazlıqdadır. Buna görə F qüvvəsinin böyüklüyü. Baxın, burada bir F qüvvəsi var, düzdürmü? Neyin ipdini gəlimi olduğundan bax burada da bir F qüvvəsi var. Aha, burada da bir gərilmə var. Bax bu gərilmə qüvvəsi var. Bunu da tarazlaşdırmaq lazımdır. Görək bunu nə tarazlaşdırır? Bunu bax bu F-i proyeksiyalara ayırsaq, bu cavab bitişi olan olacaq Fx. Bax bu ipdəki gərilməni nə tarazlaşdırır? Fx tarazlaşdırır. İndi gəl baxaq. Fx. İndi gəl baxaq. Yuxarı isə nədir? Fy-dir. Yəni f sinus 30 dərəcə. Sinus 30-da 2 də 1 alır. Onda bura olacaq f bölünsün 2. İndi baxaq bax bu bloka. Yuxarı doğru f saxlayır, bir də f bölü 2 saxlayır.
aşağıya doğru nə saxlayır? Bax, bu ipdəki P saxlayır. Olur burada 2-də 3 F nəyə bərabərdir? P-yə bərabərdir. Burada məndən F soruşur. F nəyə bərabər olur? 3-də 2 P olur. Cavab olur. Ağırlıqsız makaralarla qurulan şəkildəki düzənlik tarazlıqdadır. Sistem dəngədə olduğuna görə ipdəki gərilmə qüvvəsini məndən soruşur. Baxın, blokun ağırlığı və sürtünmə nəzərə alınmır. Bax, aşağıya doğru bir 5P-miz var. Eyni ipdə eyni gərim olduğundan, bax, burada da nə var? 5P var. Aşağıya doğru bir dənə bu cismin P ağırlığı var. Onda bax, bu ipdəki gərilmə nəyə bərabər olacaq? 4P-yə. Düzdürmü? Eyni ipdə eyni gərim olduğundan burada da bir 4P-dir. Onda bax, bura nə düşəcək? 8P düşəcək. İndi baxaq, T gərilmi. Aşağıya doğru bir 3P-miz var, bir dənə də 4P-miz var. Onda bax, buradakı gərilmə 3P və 4P-nin cəmi 7P olacaq. Onda yazaq. T nəyə bərabərdir? 7P-yə. C nəyə bərabərdir? 8P-yə. İndi gəlin tərəf-tərəfə bölək. T bölünsün C bərabərdir 8-də 7. T-ni tapanda nə edirik? 7C bölünsün 8. Tapırıq, cavab olur variantı. Bax, 15-ə. Deməli, sürtünməsiz və ağırlıqsız makaralarla, yəni bloklarla qurulan şəkildəki sistem tarazlıqdadır. C ağırlığı neçə P-dir? Bax, aşağıya doğru bir 4P-miz var və blokların çəkisi nəzərə alınmır. Onda bax, bu iplərdən necə gərilmə yaranacaq? Baxın. Belə bir tarazlıq xətti çəksəm, aşağıya doğru 4P olanda yuxarıya doğru nə olmalıdır? 2P və 2P olmalıdır. Bir də aşağıya doğru nə var? Aşağıya doğru mənim cismimin ağırlığı var. O da nəyə bərabərdir? 3P-yə bərabərdir. İndi baxaq. Aşağıya doğru da bir dənə 3P-miz var. Onda bax, bu ipdə gərilmə nə olacaq? 5P-yə bərabər olacaq. Eyni ipdə eyni gərilmə olduğundan burada 5P-dir. Aha. Aşağıya doğru bir dənə də P var. Onda bax, bu ipdəki gərilmə nəyə bərabər olacaq? 5P çıxılsın P-dən olacaq 4P. Eyni ipdə eyni gərim olduğundan burada olacaq 4P. Onda bax, buradakı gərilmə nə olacaq? Bu bloku nə saxlayır? 4P və 4P, yəni 8P saxlayır. Onda C nəyə bərabərdir? 8P-yə bərabərdir. Cavab olur B variantı. Ağırlığı P olan sürtünməsiz makaralarla qurulan şəkildəki sistem tarazlıqdadır. F qüvvəsinin böyüklüyü. Bax, bu F nəyə bərabərdir? 4P-yə bərabər olduğuna görə X cisminin ağırlığı məndən soruşur. Düzdürmü? Aha. Bura 4P olduğundan, eyni ipdə eyni gərilmə olduğundan, baxın, burada da bir 4P-lik nə yaranacaq? Gərilmə yaranacaq. Bir də aşağıya doğru nə var? Ağırlığı P-dir də makaraların, düzdürmü? Bax, buradan bir tarazlıq xətti çəksə, yuxarıya doğru 4P var, burada bir P var. Aha, indi bunu tarazlaşdırmaq üçün nə etməliyik? Bax, bunda bu ipdəki gərilmə nəyə bərabər olacaq? Bu ipdəki T gərilmə, T ilə işarələsək, deməli, onun proyeksiyalı, bir proyeksiyası olmalıdır ki, bax, o aşağıya doğru neçə olmalıdır? Aşağıya doğru bir 3P olmalıdır ki, yuxarıdakini tarazlaşdırsın. Onda aşağıya doğru 3P, yəni 4P olur, yuxarıdakini tarazlaşdırır. Aha. Deməli, 3P olmalıdır. Onda bax, həm də burada üfüqi proyeksiyası olmalıdır, düzdürmü? Üfüqi proyeksiyası olmalıdır. O da nəyə tarazlaşdırmalıdır? 4P-ni tarazlaşdırmalıdır. Onda burada olacaq 4P. Gördünüz, bax, buradakı 4P, digər 4P-ni nə ilə tarazlaşdırdı? Aha, indi baxın, deməli, T-nin 3P və 4P-lik nələri var? Proyeksiyalar var. Onda T-nin özü nəyə bərabərdir? Pifagordan tapırıq ki, 4-ün kvadratı üstəgələ 3-ün kvadratı kök altında. Onda T bizə nəyi verir? 5P-ni verir. 5P-ni verir. İndicə baxaq. Onda baxın, burada da bir T gərilməsi var. Düzdürmü? Burada da bir T gərilməsi var. Aha. Və T nəyə bərabərdir? Burada 5P-yə bərabərdir. Gəlin bunu qeyd eləyək. Aha. İndi biz demişdik ki, şaquli toplananı 3P-dir, üfüqi toplananı 4P-dir, düzdürmü? Bax, onda proyeksiyaya ayırsaq, bir dəqiqə. Sərgəli çəkim. Bu T gərilməni, onda gəlin proyeksiya ayıraq. Bir dənə üfüqi, bir dənə də şaquli proyeksiya. Şaquli proyeksiya demişdik nədir? 3P-dir. Üfüqi proyeksiya nədir? 4P-dir. Düzdürmü? İndicə baxaq. Bir də makaranın özünün aşağıya doğru nəyi var? Bir P ağırlığı var.
Düzdürmü? Eyni ipdə eyni gərim olduğundan burada olacaq 5P. Burada olacaq 5P. Deməli, tarazlıq xəttimizi çəksək. Yuxarıya doğru nə saxlayır? 5P ilə 3P, yəni 8P saxlayır. Aşağıya doğru isə P saxlayır. Onda bax, bu ipdəki gərimə nəyə bərabər olacaq? 8P çıx P-dən. Olacaq 7P. Cavab olur C variantlarla qurulan şəkildəki sistem tarazlıqdadır. M cisminin ağırlığını tapa bilmək üçün K cismindən başqa üçündən hansını bilmək kifayətdir. Bir baxaq. Aşağıya doğru nə var? Bir PK-mız var. Burada da bir PK gərilməsi yaranır. Onda burada da bir PK yaranır. Onda bax, burada da bir PK yaranır. Düzdürmü? Onda eyni ipdə eyni gərim olduğundan burada da bir PK yaranır. Gəlirik, eyni ipdə eyni gərim olduğundan burada da bir PK yaranır. Burada da bir PK yaranır. İndi deyir ki, K cismindən başqa M cisminin gələk. Deməli, bir tarazlıq xətti çəksək, yuxarıya doğru nə var? 2 dənə PK var. Aşağıya doğru da bir dənə PM var. Düzdürmü? Bir də Y makarasının özünün nəyi var? Ağırlığı var. Yəni onda PY ilə işarə eləyək. Onda tarazlıq xəttinə baxsaq, yuxarıya doğru 2 dənə PK var. Aşağıya doğru nə var? PY ilə PM var. Düzdürmü? İndi deyək ki, M-i tapa bilmək üçün, bax bu M-i K-dan başqa nəyi bilməliyik? Həm də Y-i bilməliyik ki, biz rahatlıqla M cisminin ağırlığını tapaq. Cavab olur C variantı.